Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində növçülər kimi tanıdığımız ərazidə bax deməli bir zal 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi kirayə verilir. Hal-hazırda mən sizə zalını göstərirəm. Bax zalında olan əşyalar bunlardır. Deməli televizoru YouTube ilə işləyir. Hal-hazırda internet xətti yoxdur, ancaq bunun çəkilməsinə mən dəqiq söz verirəm. İndi isə ikinci otağa keçirəm. Bax ikinci otaqda olan əşyalar bunlardır. Stil sistemi İranski peşdir. Qarşıda siz deməli paltar üçün şkafları görürsünüz. Bura isə deməli üçüncü otaqdır. Üçüncü otaqda olan əşyalar bunlardır. 4 ədəd kravat var, yorğan döşək var. Bunların yerlərini dəyişmək mümkündür. Pərdələri var, hal-hazırda asılmayıb. Bax belə bir həyət evinin kirayə haqqı 350 manatdır qiymətində. Bir balaca razılaşma olmalıdır. İndi isə dördüncü otağa keçirəm. Deməli, dediyim kimi, növçülər kimi tanıdığımız bir ərazidə yerləşir. Keçmiş Əkbər market, hal-hazırda Almarketdən bu həyət evinə qədər olan məsafə maksimum 100 metrdir. Xaladenik təzədir, işlək vəziyyətdədir. Bura isə mətbəxidir. Mətbəxində olan, bax bu deməli, gördüyünüz şkaf, qab-qacaq üçündür. Alt hissəsi də var. Bura isə deməli mətbəxidir. Mətbəxində qazı pec, paltaryan maşın, bax bu cürdür. Dediyim kimi qiymətin 350 manatdır qiymətində razılaşma olmalıdır. Bir balaca, bura isə mini bağçası var, 2 tonluq su bakı var, bax bu cürdür. Bundan başqa çox yaxınlıqdan deməli 13 nömrəli marşrut keçir, yəni bax Almarketin qarşısından. Stil sistemi 2 minutqadır, elektronudur, təzədir. Hər bir nə görürsünüz elektro aparatı, yaxud hamamda, bir də ki deməli mətbəxdə olan krantların hamısı işlək vəziyyətdədir, təzədir. Bax belə bir həyət evinin kirayə haqqı 350 manatdır qiymətində. Bir balaca razılaşma olmalıdır. İndi isə mən sizə hamamını göstərirəm. Bax bu cürdür. Hamam ilə evin arasında olan məsafə təxminən 1 metrdir. İndi deməli qapıdan giriş hissəsini görürsünüz. Deməli bax bu həyət evinin yerləşdiyi yerə yaxın orta məktəblər 34-dür, 43-dür, bir də ki 5 nömrəli orta məktəbdir. Bundan başqa Heydər Əliyev prospektində yerləşən deməli Kapital Bankdan bu həyət evinə qədər olan məsafə maksimum 180-200 metrdir. Bura isə maşın üçün qarajdır. Bax deməli küçəsi asfaltdır. Bax belə bir həyət evinin kirayə haqqı 350 manatdır qiymətində razılaşma olmalıdır. Sizlərə uğurlar.